Salam, səhifəmin dəyərli şirin şəkər izləyiciləri. Sizlərin də istəyini nəzərə alaraqdan bu gün Red Velvet biskvitini bir yerdə hazırlayaq istədim. Elə isə mikserin qabına 3 yumurta, 1 çimdik duz, 1 paket vanilin və 1 stəkan şəkər tozunu əlavə edib mikserin yüksək sürəti ilə ağarana qədər qarışdırırıq. Daha sonra qarışımın üzərinə yarım stəkan südü, yarım stəkan yağı və qırmızı gil qida boyasından 2 çay qaşığı əlavə edib yenidən qarışdırırıq. Sizlərdən gələn kommentlər məni daha da gözəl işlər paylaşmağa sövq edir. Qarışımımızın üzərinə daha sonra 1 xörək qaşığı alma, üzüm və yaxud da limon şirəsi əlavə edib yenə də azca qarışdırırıq. Daha sonra üzərinə 1 stəkan unu, 1 xörək qaşığı kakao və yarım çay qaşığı qabartmanı əlavə edib yenidən astaca qarışdırırıq. Daha sonra öncədən isitdiyimiz mebel içi sobada 170-160 dərəcəlik sobada 40-50 dəqiqə bişiririk. Kanalımızı izləyib abunə olduğunuz üçün hər birinizə sonsuz təşəkkürlər.